ana və ata arasında olan ixtilaflar, ana və ata arasında olan ixtilafları uşaqların yanında etməmələri. Çünki onların yanında olan ixtilaflar, valideyn arasında olan ixtilaf, söz-söhbət, xüsusən də balaca uşaqların yanında, onlarsa onlara çox pis təsir edəcək. Və həmçinin onlara hər hansısa bir şeydən çəkindirdiyin zaman xəyalla bir şeylərlə onları qorxutmaq doğru deyil. Misal üçün, demək ki, bax, qulaq asmasan cin gələcək, belə eləyəcək, qorxuzacaq şeylərdən istifadə eləməməlidir valideyn. Çünki bu uşağın tərbiyəsinə çox pis təsir edir. Və sonra şeyx deyir ki, bu yaş həddi 7 yaşa qədər olan vaxtda labuddir ki, uşaqlardan bəzi hərəkətlər baş versin. Birinci, onlardan ən çox baş verən şeylər nədir? Çox hərəkət etmələri və bir yerdə dinc dayanmamaları. Yəni bu yaş həddində olan uşaqdan sən başqa şey gözləmə. Uşaq əgər sağlamdırsa, bir yerdə dayanmayacaq, çox hərəkət edəcək, bir yerdə dinc durmayacaq. Yəni uzun müddət sən onu bir yerə qoysan ki, bir qıraq orada dursun, yəni uzun müddət orada dayana bilməyəcək. Yəni uşağın bu yaş həddində çox oynamasını sevməsinə görədir. Əksinə, uşağın bu yaş həddində, yəni belə çox oynaması, atılıb düşməsi, əylənməsi onun böyüdüyü zaman təcrübələrinə və həmçinin zəkasının artmasına səbəb olan şeylərdən birisi də budur.